Yox, həqiqətən güclüdür salatım. Realda ve sinirli. Reallığı gösteriyor. Reallık budur. Odur. Fit Stories'in 4-cü bölümündən hər kəsi salamlayırıq. Bugünkü qonağımız IFBB Pro atlet və Fit Mall'un baş məşqçisi Sabir Kazımovdur. Xoş gördük sizi Sabir bəy. Hoş gördük. Hoş geldin Sabir, necəsən? Yaxşı, çox sağ ol dəfənin üçün. Çox sağ ol ki, gəlmisən. Eşitdim ki, bizim proqram haqqında eşitmisən, dedin ki, yox, ilk oğlan olaraq mən çəkilmək istəyirəm. Birinci olaraq sən də təklif etdin. Da. Özümə də maraqlı gəldi. Çəkək görək nə çıxacaq. Olar. Sabir, bizim konsept haqqında məlumatın varmı? Biraz demişdim, indi Belə deyim, bizim sənə izləyicilər tərəfindən hazırlanmış bir 20 dənə sualımız var. Dış səsimizi tanıyırsan və biz sənə püşk çəkəcəyik. Bir sən, bir mən və sən o suallara cavab verəcəksən. Səmimi cavab verəcək və söz verirsən? çalışacağım hə, olduğum kimi. Hazırlanın. Birinci sualı həmişə bizdə qonaq özü çəkir. Davay, Özüm də oxuyuram. özün də oxuyursan. Mən bax yenə həyəcan gəldi. Birinci sualı mən oxuyuram. Birinci Mən sual seçmişəm. sən oxuyursan. Vacibilik təkcə fiziki deyil, həm də psixoloji idmandır. Pəhrizin ən ağır vaxtında şirniyyat və ya dadlı yemək görəndə özünü necə saxlayırsan, o iradəni necə məşq edirsən, etdirirsən. Bu sualın cavabı birinci təbii ki başlayanda birinci yarışımız elə Salatın da çıxmışdı. Bir yarışda iştirak etmişdi 2017-ci ildə. Onda çətin idi. Salatında da yəqin hamı yeni başlayıbdı. İlk yarışdı, yeni kateqoriyalar təzə yaranıbdı. Pəhrizdə çox çətin idi. Amma illər keçəndən sonra, təcrübə olandan sonra sadəcə bir marketə girirsən, halbuki heç nə almırsan. Sonda aldığın bir dənə toyuqdan düyün, amma bütün məhsulların arxasını oxuyursan, onlar sənə olmaz. Axırda da onsuz heç birini almırsan, çıxıb gedirsən. Sadəcə belə deyə bilərəm, bütün aylarla çəkdiyin əziyyəti özünə bir sübut etməlisən, başa düşməlisən ki, bir şey yesən, etsən, bütün etdiyin həmən vaxt ərzində keçdiyin etaplar boşlu olacaqdır. Yəni yarışda 3-cü, 4-cü olandan sonra özünə bir səhnə arxasında sual verməyəsən ki, görəsən mən bunu etsəm, mən birinci olardım, bunu etməsəm, görəsən neçənci olardım. Bu sualları vermək üçün məncə ən gözəl, bütün bu yol boyu səhv etməməkdir ki, yarışın sonunda da hakim özün olasın. Neçə və yarışa çıxmısan? Oy, çox. Yarışa düşünürəm bir 12-13 var. Onda bir 12-13 medalımız var da bizim. Medal çoxdur, kateqoriyalar çoxalıb da. Belə deyim, orada mən özüm öz fikrimi əlavə etmək istəyirəm. Sırf yarış dönəmi olmasa, kənar bir dönəmsə, adi bir dönəm. Orada mən həmişə belə deyirəm. Gedin, amma dadını çox sevmədiyiniz şirniyyatlardan alın. Yəni çox dadlı olmayan peçenya al, çox dadlı olmayan şokolad al. Elə al ki, şokoladı görəsən var yanında, amma o qədər dadsızdır ki, yemək istəmirsən. Yəni mənim psixoloji Sadəcə iyisindən baxırsan, gedirsən. Hə. Mənim psixoloji baxışım bu idi ki, insan özünü nədənsə məhrum görməsin, amma sırf dadına görə artıq öz-özündən psixoloji olaraq soyutsun. Bir dənə də sual çəkirsən. Maraqlı suallar. Videonun sonunda deyəcəm, həqiqətən maraqlı olur suallar yoxsa yox. Mən gözləyirəm, hələ tapmamışam. Mən orada bizim qızımızın sehirli əlləri var bəzi suallara. Bu sual maraqlıdır. Qəşəng olur. Səncə idmansız sevgilisi olmaq bir qadın üçün şansdır yoxsa əzab? Daimi yemək, ölçmək, vaxtında yatmaq, səninlə yaşamaq rejim həbsxanası deyil ki. Məncə adi bir insan üçün, bir qız üçün, qadın üçün bu əzab olar. Çünki həyat tərzi tam başqadır. Yəni düşün ki, sən gəlirsən evə, sağlam qidalanırsan. Orada da qəşəng dolma bişib, küftə bişib. Həyat tərzindən çox şey asılıdır. Çətindir məncə, çox çətindir. Elə necə ki qadına, elə də mənə çətin gələr. Tam fərqli həyat tərzinə bir yerdə yola getmək. Bir şey soruşum, sən hansı stildə yeyirsən? Yeyirəm. Aha. Yəni hansı yemək? Müəllimin nə stildə yazır? Yüksək zülallı, yoxsa məsələn keta yeyirsənmi? Hazırda karbohidrat da çoxdur, zülal da çoxdur. Yarışa hazırlaşırsan? İndi çəki yemək dönəmi. İl boyu məndə rejimdir. Qəşəng sualı idi, amma mən indi bir şey deyim də, bəs ola bilməzmi ki, qız sənə o qədər sevsin ki, sənə görə o həyat tərzini tamamilə idmançı həyat tərzinə keçsin? Yəni bu olubmu bu yaşa kimi? Yox, bu olmuyor. Çünki Niyə? həyat tərzini kim dəyişər kimə gözlə. Şəxsən mən həyat tərzimi... Və sevgi, aşk, məhəbbət... Yox, birinci həyat tərzinə uyğun kimsə bəyənirsən də, şəxsən mən onu eləmərəm.
Mən nə qədər kimsə istəsəm həyat tərzimi dəyişmərəm. Çünki öncə onu tanımamışdan qabaq mən həyat tərzim var, özüm varam. Birinci növbədə özüməm. Yəni məqsədlərimdir. Belə nə qədər egoist çıxmasa da ikinci planda kənardakı insanlardır. Çünki o bəlli deyil. Məndən olacaq ya olmayacaq. Mən isə hər zaman özümləyəm. Давайте. Tak, mənə sual düşübdü. İdmançılar üçün yuxu niyə bu qədər vacibdir? Gecə saat 3-də yatan bir gənc günorta nə qədər məşq edir etsin, o əzələ qura bilərmi? Testosteron və böyümə hormonu GH yuxuda necə işləyir? Sağ ol, istəyirəm. Baş halal olsun. Xoşuma gəldi. Hə, maraqlı sualdır. Mənə yox. Mənə İdmançılara maraqlı gələrdi. Çünki çoxsu Mən eksklüziv sual axtarıram. Hələ var orada altda bilirəm. Bunlar da yazılır xalq həqiqətən. Hiss eləyirəm Əslində orada bu var. yaxşı bir sualdır. Sadəcə çünki çox insan sual verir ki, mənə elə zala gələnlər. Müəllim, mən onsuz 7-8 saat yatıram. Amma soruşanda saat 3-də yatırsan, saat 3-də yatır, durur saat 11-də və sual verirlər ki, bu doğrudan da mən 9 saat, 8 saat yatmışam. Bu uyğundur. Məncə bəzi hallarda uyğun deyil, çünki öz təcrübəmi bölüşə bilərəm. Bədənin saatı var. Biomexanik saatı var. Mən niyə başa salırsan? Sən daha yaxşı başa düşərsən. Məncə- Çünki qarşımızdakı elə baxır ki, bizə Düz deyir. Nə deyirsə düz deyir. Yəni heç kəslə sən biliyivə mən güvənirəm. Ona Çox görə sağ ol. ona görə Yəni saat vacibdir. Təsir edə bilər. Sualımızın axı nə idi? Nə cür pis təsir edə bilərmi? Testosteron və s. yəni tipa testosteron və böyümə hormonu yuxuda necə işləyir? Yəni işləmə Təsir edə bilər. prosesi əslində Təsir maraqlıdır edə ki, bilər. Vaxtı-vaxtında yatıb durmaq lazımdır. İnsan bədəni belədir Niyə? yəni. Yatıb saat 7-də 8-də durmaq. Şərt deyil, amma yox, çalışmaq əslində lazımdır. sual belə deyək də, bu tam dərinliyinə keçsək. Məsələn, insanlar durur, atyokdular, bədənləri şiş, su yığıbdı, gözlərinin altı falan və bunların səbəbini çox zaman tapa bilmirlər. Biz əslində sualla qoymaq istədik ki, hə, yuxu o qədər vacibdir ki, bütün digər fəsadların elə mənbəyi burada olur. Yəni siz bunu eləməsəniz, siz yuxudan tam şux durub qeyb məşqinizi edə bilirsiniz. Düz başa düşdünüz? Düzdür. Yəni vaxtı-vaxtında yatıb durmaq lazımdır. Bədəndə də bu hormonal proseslər düzgün vaxtında ifraz Hə, olsun. sualım var. Davay. Hə, 1 2 3 belə oxuyuruq sualları. Super. Sizcə bir kişi üçün ən seksual əzələ hansıdır? Bu sual yəqin mənim üçün deyil də, yəqin. Qızlar sizin ən çox haranıza vurulurlar? Hə, məncə mən indi deməliyəm ki, necə seksual olmalıdır da bir də. Если Sən öz orientasiya normaldır seksuallığın haqqında mənim. bizə məlumat Öz verməlisən. seksualımız haqqında fiziki yəqin seksual. Yəni sən özünün ən çox cəzbedici hara hiss edirsən? Gecə başdan sona hamısını. Yox, həqiqətən yəni hər Gecə gün Allah özümü elə gördüm. yaradıb ki. Hər gün özümdən olduğum üçün yəni görürəm güclüdə. Ən seksual deməzdim. Mən belə Özündə ən çox bəyəndiyin. yarış adamı olduğu üçün deyirik zəif bölgə, güclü bölgə. Ən zəif bölgəm kürəkdir, ən güclü bölgəm isə ayaqlar. Daha bir gəl dürüst olaq. Bodybuildingdə zirvəyə oynayanların çoxusu kənar köməkçilərdən, yəni farmakologiyadan istifadə edir. Amma hamı deyir ki, əzələsi çox olan kişinin gücü, yəni libidosu az olar. Bu bir mifdir, yoxsa? Məncə bu bir mifdir. Çünki əzələsi olan və olmayan insanın da libidosu, hormonal pozuntusu varsa, zəif ola bilər. Bu əzələyə heç bir aidiyyəti yoxdur. Əslində sualı tam mən biraz düzəldim. Orada məqsəd əslində kimə soruşursunuz bilirsiniz də, deyir ki, mənim sehirli içkilərim, iynələrim yoxdur. Mənim suallarımdan yadındadır. Kimə soruşsan deyir ki, mən natural yığmışam bədəni. Düzdürmü? İndiki dövrdə ancaq natural soklar var mağazada, başqası yoxdur. Hə, birinci onu soruşmaq istəyirik ki, sizdə də mi çox naturaldır, yoxsa soklardan, Yox, məndə sehirli biraz içkilərdən var sehirli mı? içkilərdən var. Mən yeni başlayandan 5 il əvvəl soklara toxunmurdum, amma sonra artıq professional karyeraya keçdiyim üçün, yəni deməyim məcbur, amma rəqabət taraflarımız üçün bunlar vacibdir. Sual verim. Sehirli içkisiz qurumaq o dərəcədə mümkündürmü? Nə dərəcədə? Tam yarış Yarış dərəcəsində? dərəcəsində. Yox, mümkün deyil, amma yaxşı, fit bədənə sahib ola Спасибо за bilərsiniz. честность. Bəs nələr? Клянусь, вот bu burada deyəcəm, ты mujik. Nə Yəni, var ki, yəni? o qədər və o qədər mənasız formada bunu atritsat eləyirlər ki, Yox, yox. sanki bir dənə bilsə necə elə bir ortam olurdu ki, mən deyəndə elə bir ito mən yazıq vurmam. Mən istifadə etdiyim doza heç qız dozasının da yarısıdır. Yəni 6 aylıq şeyi 1 aylıq istifadə edəndə təsəvvür edin nə qədər azdır. İto mənə deyəndə mən deyirəm ki, normaldır da var eləmişəm. Yəni səhnəyə çıxmaq üçün istər-istəməz quruma vaxtında lazım olur. Qeyri-adi bir şey yoxdur.
İnan o qədər elə yağını gördüyüm insanlar deyir ki, yox, mən heç vaxt eləməmişəm. Uje spor eləmək yersizdir, amma gözlə Əlbəttə ki, göz təcrübəsi var. Birinci izləyicilərimizə deyək ki, heç kimə məsləhət görmürük. Bu yəni sizin işiniz deyilsə, bu Da, bizim məsləhət işimizdir. görünmür. Bu bizim karyeramızdır. Heç kimi məcbur etmirik. Siz professional məşğul olmursanız, bu sizə lazım deyil. Yəni sizin o- karyeranız, qazancınız bundan asılı deyilsə, siz Amma həvəskar olsa olaraq belə həkim nəzarəti altında olsun. həkim də lazım deyil. Çünki sizin məqsədiniz sadəcə fit olmaqdır. Bunu da heç bir kənar vasitə istifadə etmədən siz ona nail ola bilərsiniz. Bəs edər bu. Gözəl Yox, göründünüz, olmaq bəs istəyirlər etdiniz. çox. İnsanlara inan bir dönəmdə və indi də var. O qədər çox yönəldilər belə şeylərə, maraq oyadırlar. Əlbəttə, insanlar çox şey istəyir. Onsuz da istədiyi şeyləri axıra qədər çatdırmayacaqlar. Ona görə başlamamız daha yaxşıdır. Deyirlər bədən quruluşunun 70% genetikadır. Sizcə, səncə, Aha. səncə pis genetikası olan biri sənin kimi estetik bədən yığa bilərmi? Yoxsa boşuna əziyyət çəkməsinlər? Məncə Salatın genetika deməyə, çünki birinci mən başlayanda da mən 68 kiloydum. Mən onda açıq demə heç bilmirdim genetika sözünə olan bir şeydir. Mən onu sonradan öyrəndim. Mən sadəcə idman elirdim, nə bilim, sağlam qidalanırdım, qısa məqsədlər qoyurdum və sonradan mən artıq görə bildim ki, sıfırdan nə yaratmaq olar və genetika deyil təbii ki. Bunu yoxlamasan zamanla bəlli olmayacaq. Sənin genetikan yaxşıdır, yoxsa pisdir. Elə insanlar var, bir ay məşq edir, bir aydan sonra deyir ki, mən forma düşə bilmədim, bədən yıxa bilmədim, mənim genetikam pisdir. Genetikası yaxşı ya pis olması üçün minimum məncə 2-3 il vaxt lazımdır ki, sən başa düşəsən. Sən doğrudan da uyğunsan ya uyğun deyilsən. Genetika nəzərdə tutsaq, yəni ola bilər sənin belin enlidir, nə çiyinlərin balacadır. O demək deyil ki, sən idman etməli deyilsən. Amma hə, yarış karyerası düşünmüsənsə, məncə özünə bir obyektiv qiymət verməlisən, baxmalısan güzgüyə deməlisən. Yəni mən buna uyğunam, yoxsa uyğun deyiləm. Uyğun deyilsənsə, bu sənə lazım deyil. Get, yəni o əziyyətli xərci başqa yöntəmdə elə və daha çox gəlir əldə Əlavə edərsən. eləmək istəyirəm ora. Mən həmişə deyirəm ki, məsələn bir dönəm var ki, o dönəmə kimi arıqlasan və o dönəmdən sonra sən o çəkini geri almayacaqsan. Çünki bədən artıq olduğu formanı mütəmadi Adaptasiya olur, daşıdığı üçün artıq ona adaptasiya olur və bundan sonra onu norması olaraq qəbul edir. Bu artıq Düzdür, yeni düzdür. neyron svyazi qurmuşuq. Mən sənin üçün ən böyüsünü seçdim də. Ən böyüsün, bu da yəqin bir. Açmamışam. Sabir, sən Azərbaycan bacımın da estetika deyildi, ağlına gələn ilk adlardansan, çox sağ olun. Amma bizə çox vaxt nə qədər böyük elə, o qədər yaxşıdır düşüncəsi var. Heç sənə biraz boyu, azca ət yığ deyib qıcıqlandıran olurmu? Sənin üçün ideal bədən ölçüsü harda dayanır? Heç sənə biraz da böyü, azca ət yığ deyib qıcıqlandıran olur. Sənin üçün ideal bədən ölçüsü harda dayanır? Birincisi çox sağ olun da dedik. Bədən seçdiyi üçün. Burada sual nədir, Salatın? Yəni belə başa düşək ki, Başa düşdüm. Sən deyirlər ki, deyirlər ümumiyyətlə biraz da jivoy ol, canlan, belə bir suallar verirlər, başa düşdüm. Biz başa düşdük. Biz başa düşdük. Əlbəttə ki, amma deyil. Əsasda nənələrimiz deyirdi. Nənələr bir də yaşı çox olan insanlar. Baxanda yəni düşünürlər ki, ya yarış dövründə qurumaya gedirsənsə, görəsən bu xəstələrin bura nə olub? Ya da ki, deyirlər bala biraz da bu dolmadan, küftədən iyi sağlam ol. Elə düşüncə belədir. Olur, məncə çox adamın həyatında bir insanlar var. Valla mən o sözü ən çox deyən nənəm olub da həmişə. Mən də başa düşməmişəm ki, bu nənənin gözündə mən niyə kökəlmiş görsənmirəm, mən niyə elə arıq görsənirəm. Güzgü nənədən kök göstərir. Mən güzgü, yəni insan güzgün qoyur, nənəni qoyur qabağına. Ya nənə yalan danışır. Ya güzgü yalan danışır. Ya tək qoy nənələrimiz həmişə o söz desin. Çünki mən böyümüşəm, kökəlmişəm uje. Nənə deyir arıqsan. Onların yəqin gözündə həmişə uşaq qalırıq. Heç qohum toylarına gedəndə sizə deyirlər ki, bu nə bədəndir, biraz daha arıqla və yaxud da biraz daha yekə ol və yaxud da qolun çox yekəliyib, ayağın çox yekədir tipli suallar sizə gəlirmi? Gəlirsə bunlara necə cavab Belə verirsiniz? demirlər. Əslində mən toya gedəndə deyirlər, "Ay, gəldi yenə bu ofisant 5 ofisant yığılacaq bunun başına." Mən ümumiyyətlə toya getməyə məsləhət deyil, çünki 5 dənə mənim kimi adam olsa toy sahibi batar. Özdə balkingdə olsa var ki. Toy sahibi batar məncə. Yox demirlər, əksinə getdiyim toylara fəxr edirlər, sevinirlər ki, belə bir nə bilim qohumları nail olub. Orada qız tapırlar. Yox qız Mən də ora Uyğun girişəcəydim, sən girdin, gözdə uyğun davamı var. gəlmir elə ki. Yaxşı, mənim də davamı var. Qız olubmu ki, həyatında sırf bədən və heyran olsun, yəni sırf onu necə deyim, Ancaq ona görə idollaşdırsın bəyənsin. gözündə, nə bilim, sığallasın falan filan. Normal vaxtında, yəni adi şey Onu olaraq yox. sadəcə belə Özəl sosial vaxtlarında yox. şəbəkələrdən bəyəniblər də, yəni belə. Yəni bilsən bəzən o televizorda falan görürsən, insanlar bir-birinin bədəninə aşiq olur da, məsələn qızlar.
Onda mən maraqlıdır ki, yəni sırf o əzəliyə aşiq, mən onu yaşamamışam heç kəslə. Mən maraqlıdır ki, əzəliyə aşiq qız necə olur? Yəni sırf o görüntü necə olur, necə davranış göstərir, nə reaksiya verir? Ancaq məncə sosial şəbəkələrdən olub bəyənirlər. Çünki məni tanımırlar, vizual şəkillər görürlər və bəyənirlər. Mən çox, həqiqətən, mən maraqlı hələ də qaldı. Kim bilirsə bu sualın cavabını onu qonaq dəvət edək. Rəydə bildirsin. Hə, çünki çox maraqlıdır ki, mənə sual veriləndə ki, məsələn, sən niyə əzələli oğlan bəyənmirsən? Çox. Bəyənirəm, mənə insan olsun, sonrasında əzələsinə baxıram, amma dediyim kimi, o qədər ideal oğlan bir arada, bir otaqda görəndə cənnətə düşmüş kimi, yox sanki başqa bir duyğu Belə problemdə yaşayıram. Yox, normallaşır, standartlaşır. Mən də maraqlıdır ki, sırf əzələyə, çünki bir-iki dəfə mən belə danışıqlarda, qızlarla danışanda konkret başqa cür baxdığını kameraya görmüşəm. Amma nə hiss eləyib və ya nə hiss elətdirib qarşı tərəfə, yəni bundan sonra hansı davranış göstərib, onu bilmirəm. Növbəti qonağı olar, həmən qıza sual verərik. Elə bir oğlan tapmaq lazımdır ki, bu sualın cavabını bilir, bizə də verəcək. Növbəti sual səndədir. Aha. Sabir, sənə sosial şəbəkələrdə xanımlardan deyirəm də, hamıya düşən sual düşür. Əlimdəykən hiss eləmişdim. Bu sözü demək istəmirdim, yazmısan. Hazırsan, eyni sualın təkərrürünü yaşayırsan. Sabir, sənə sosial şəbəkələrdə xanımlardan əxlaqsız və ya çox açıq-saçıq təkliflər gəlirmi? Ən qəribə DM mesajın nə olubdu? Bizə göstər. Tamamilə demək istədiyimin açıqlaması. Açıq deyim, qadınlarda daha çox. Bizdə kişilər yazır, geylər yazır. Utanmaq lazım deyil, geylər yazır. Çünki Instagram statistikasına baxsan, mənə 95% kişilərdir. Çünki paylaşımlar da yəni idmana uyğundur. Niyəsə paylaşırsan nəsə, direktdə mesaj gəlir, gəlirsən baxırsan, yəqin ki, tələbə yazılar. Biraz pul qazanaram, işləyərəm edərəm, gəlirsən, açırsan, baxırsan, qey yazıbdır. Yəni belədir. Vəziyyət acınacaqlıdır. Bizə göstərə bilərsən. Hə, göstərə bilərəm, niyə göstərmirəm? Kamerada göstərək, bir abır elə istəyirsən. Onda yaxın zamanlara kimi yazırlar, da elə çıxır. Mən Nə paylaşırsan? Şəkil falan atan olur. Yox, şəkil atan olmur. Bəlkə də mən görməmişəm atıblar. Yəni mesaj gəlir, açırsan, baxırsan, görəsən nədir. Açanda baxanda görürsən ki, qey yazıb yəni. Vəziyyət budur. Paylaşma, amma mənə bir ailələr yazırdı, cütlük, üçüncü olaraq istəyirdi. Bir də lezbilər yazırdı. Özü də açıq-açıq deyir, sənin üçün ikimiz də heyranıq falan. Bax, Ayşə Fatıma, onu necə başa düşürəm mən? Şəkli yoxdur axı, deyəm birinci şəkli qoy da baxaq. Bax, girirsən, Hə, masajist. zablokiruy. Mən belə soruşmadım, amma mən həqiqi qızı soruşdum. Əxlaqsız təklif qız tərəfindən ola. Bu qız deyil. Yox, ancaq geylərdir, təəssüf ki. Ona görüb yaxşı görüm, nə göstər. Onu göstərməyə də sıratın. Bax, nə paylaşırsan, ancaq geylər Sonra ürək atır. qaldı. Necə, görsən əlimə necə gəlir o sual. Ürəyim, içimdən hiss edirəm. Adın kəsər. Yazım. Onu göstərsəm götür bizi blokator. Hə, olmaz olmaz, üz olmaz, amma onun da adını siləcəyik, məcbur. Siz silməyəcək. Problem mənim deyil yəni. Ha. Mənə sənin özəl sualların mənə düşür. Hazırsan? Hazır. Sabir, özünü heykəl kimi bir oğlansan. Təşəkkürlər. Bəs yanındakı xanım necə olmalıdır? Mütləq onun da qarın əzələsi, presləri olmalıdır, yoxsa mən məşq edim, o isə sadəcə xanımları xanımlığını qorusun deyirsən? Yox, şərt deyil idmançı olsun. Şərt deyil yanında. Belə idmançı, yoxsa belə zərif xırdamırda? Xırdamırda olmasın, amma qarın yəni presi olmasa da. Qarın qabağa getsin. Bir dolma pişirən olsun. Bəlkə səndə fantaziyan var, mənim 120 var. Yox, elə bir problemlərim yoxdur, çox şükür salatın. Bir dəqiqə, üzr istəyirəm, bir dəqiqə. Bəlkə mən bir münasibət qurmuşam, niyə belə bir problem yaradırsınız axı? Bir dəqiqə, söz atdınsa sözün arxasında dayanma. Başdır. Tamam, niyə buna problem olaraq baxırsan? Çünki məndə bu problem yoxdur da, ona görə. Yox, yəni niyə çəkiyə, çəkili insanı seçməyə problem olaraq baxırsan? Yox, çəki insan problem deyil, o problemi həlləmək olar, çəkidir sadəcə. Şəxsən yəni şərt deyil idmançı olsun, sadəcə həyat tərzi uyğun olsun. Necə bir qadın olmalıdır, heykəltaraş olmalıdır. Mən heykələmsə, o da heykəltaraş olmalıdır ki, mənə dəstək olsun, işimi görməyə, bu qədər. Məncə xarakterlərimiz uyuşsa, geri qalan hər şey uyuşur. Necə? Münasibət quracağınız bir insan hansı peşəyə yiyələnmiş olmasını istəyərdi? İdmançı olsun, yoxsa pilates,
müəllimim olsun, Filançı yox niyə O da pilates? idmançıdır da. SEO-mu olsun. Fərq etmir, nə fərqi var onun? Peşə olaraq məsələn, bu peşələr daha xoşuma gəlir ki, xanımımı o peşədə görürəm. Bu yemək pişirməyə Əslində bacarıq demək olsun. istəyir ki, hansı tip kişilərdənsən? Yəni gələcək və ya yanında olan bir xanımın hansı tipaj olaraq Baş sevirsən? olaraq bir işi, hobbisi, bir sahib olan bir insan olmalıdır ki, ona da bir maraqlı gəlsin. Çünki mənlə düşünürəm, indi karyeram elədir ki, sıxıcı gələ bilər də. Yəni eyni şeylər rutin təkrarlanır. Monoton. Məncə öz bir hobbisi olmalıdır, marağı olmalıdır. Yəni tək şəxsən biz necəyik? Bir yerdə otura bilmərik də, sıxılarıq. Məncə bir işi, bir hobbisi olmalıdır ki, həm məşğuliyyət olmalıdır. Onun da bir məqsədləri olmalıdır, bu qədər. Bir tam özünə trener bilir. Sosial mediada 2-3 şəkil paylaşıb, müştəri yığanlara baxanda bir peşəkar kimi nə hiss edirsiniz? Sizin qırmızı xəttiniz nədir? Yaxşı sualdır əslində Salatın. Bayaq elə biz danışırdıq. Ümumiyyətlə bir insan məşqçi seçəndə çoxsu tək fiziki görünüşə qədər seçir, çoxsu biliyə görə məncə bunu əllə etmək lazımdır. Yəni birinci növbədə bunun təhsili vacibdir. Yəni bir insanın təhsili yoxdursa, bu sənə nə məşq etsə bilər? Bayaq biz necə danışırdıq, göbələk kimi pütləyib çıxıblar. Hər yerə, hər Instagrama baxsan ancaq məşqçilərdir. İndi o məşqçilərin də öz auditoriyası var, müştəriləri var. Onlar yığıblarsa məncə ona halal demək olar. Yəni bravo. Bəzi insanlar edə bilməyəcəyini onlar edə bilər. Amma bir müştəri olaraq sən onun yanına yazılsınsa, sən onun təhsilinə önəm verməlisən. Yəni bu səni zədələyə də bilər, pis vəziyyətə də sala bilər. Yəni ona görə məşqçi seçəndə məncə burada ekonomiya eləmək olmaz. Normal məşqçi seçməlisən, bilikli, savadlı və təbii ki, ucuz olmayacaq. Gələcəkdə bu problemlərə daha çox xərcin çıxmaması üçün. Yox, qıcıqlandırmır. Çünki neçə ildir artıq yarışa çıxıram. Bu səcə çıxmalısan, yarışda belə qiymət verirlər də insana. Forman tam maksimal dərəcədə açıq olmalı, 90-95%. Sənə hakimlər normal qiymət verməlidir. Bu adiləşib məncə, yox. Çünki məni onsuz da izləyənlər, həmən yarışını izləyənlər bilir nə üçün gəlibdir və hansı tipajda belə deyim, yarış keçiriləcəkdir. İnsanlar çıxacaqdır. Bəs mənim sualım var indi. Bildiyim qədər sizdəki normal alt paltarıdır. Hə, məndə klassik fizik plavkidir. Birisi də stringdir də. Bir üstünə keçməyi düşünmürsən. Sırf paltar geyməsin, yoxsa kateqoriya Yox, dəyişmək tam üçün? tərsi paltarı geyməmək üçün keçmirsən, yoxsa ki Yox, kateqoriya sadəcə biraz ağırdır, daha çox yükləməlisən bədəni, biraz Məsələn, neçə kilo olmalı sonra keçir? Onlar sırf mənim boyuma görə bir 140, 150, İndi neçə kilosan? 120. Yəni İşte, çox böyük 20 bir kilo. naqruzkalardır bədən üçün. Aha, 120 kilo görsən. Ya 1 kilo qalıbdı. 120. Bəs belə bir sual da ünvanlamaq istəyirəm. Əgər ki o zamanlar sevgiliniz var idisə və yaxud da bir münasibətiniz var idisə, burada qısqanclıq yaranırmı? Yox, onu geymək ümumiyyətlə bu fitness sahəsində çalışanlar məncə bütün məşqçilərin yoldaşları ya sevgililəri qısqanclıq olmalıdır. Yəni peşədən asılı olmayaraq məncə hər bir insanda olur da o his. Nə ilə bağlı? Tam Qısqanclıq, Nəyə qısqanclıqla görə? bağlı. Yarı lüt şəkillər paylaşır, yarışa çıxılır. Çox qəribə bir şey yaşayıram mən. Onu bilmirəm də, sırf mən yaşayıram, yoxsa dönəmə görə hər kəs mi keçirir? Məndə niyəsə qısqanclıq hissi yoxdur. Yəni O hisslər sönüb də, o yarışa çıxmısan, görmüsən deyə. yox, vəbşi qısqanclıq qavraması yoxdur. Biraz qəribə bir sevgiyə görə deyil, biraz deyirlər bəlkə də şeyə görədir, egoistliyə görədir. Salatın o qədər özünlə məşğuldur ki, o qədər işlər, güclər var ki, qısqanclıq hisslərə zaman qalmır bu qədər. Yox, belə fikirləşirəm ki, birisi ayağa sürüşürsə kənara, o sürüşən vaxtı uca sürüşür də. Mən gəlib onun ayağının altını sürüşkənliyin təmizləyənə kimi. Ola bilməz ki, bəlkə o mənim qismətim deyil, mən ki, gələcək o sürüşüb getsin istədiyi yerə. Çünki istəyən adam onsuz eləməz, axı itirəcəyini bilir də. Konseptinizə bilmirəm, uyğun deyil. Məncə çox danışmaq olar bu Telefonunuzda mövzuda. Tinder və yaxud da OnlyFans kimi bənzəri proqramlar varmı? Və bu platformalarda paylaşmağa cəsarət edəcəyiniz, amma Instagramda gizlətdiyiniz bir şəkliniz varmı? Onu точно kim veribsə TikTokda. Tapıb mən hardansa. Özü, hə, OnlyFansda falan var yəni. Ya da məni tapıb hardasa. Yox.
Telefonda Varsa? yoxdur, yox elə. Heç olmubdu? Yox. Valla mən oğlan olsaydım eləyərdim. Ya mənim vaxtım yoxdur. Ola bilsin gələcəkdə qazancı olmasa keçərəm bu dövrə. Bildiyim qədər Amerikada da обычно adi bir haldır da. Amerikada hər yerdə adi haldır. Adi hal. Tinder olsa tanışlıq proqramıdır. Bunun üçün yaradılıbdır. OnlyFans da bunun üçün yaradılıb. Yəni bu proqrama girən insan zaten yəni kitabxanadan gəlib girməyib də bura. Yəni bura girən bir il üçün giribdir. Məncə sual belədir, yəni bu səndə yoxdursa demək sən bunu axtarmısan. Ora girmisənsə demək nəyisə axtarırsan, marağındasan. Mən Tinder'ı bilirdim, OnlyFans'ı elə indi bildim. Hal-hazırda trener olub da təlxeyli eləyən çoxdur. Əlbəttə ki, hə. Onlara münasibətiniz necədir? Belə heç necə. Əgər ki bir gün Instagram bağlansa, onlar işsiz qalarlar, yoxsa işlərini yenə də davam etdirə bilərlərmi? Yox. Çünki Instagramdan məndə gələn zaten müştəri tələbə çox az olub. Əsas zaldan olub, məşq etdiyim insanlar öz ətrafına deyib də belə yaranmışam mən. 2014-cü ildən 15-ci ildən məşq edirəm, 10 ildən artıq çoxdur. Və onda heç Instagram da belə yox idi. Instagramda nadir hallarda 4-5 nəfər maksimum toplasam mənə yazılan olubdu. O sadəcə onlayn məşqlərə aiddir bəlkə. Mən ancaq Instagramdan işləmişəm. Mən Çünki Instagramda halda çox işləməmişəm. Instagram bağlansın, müştərilərə olacaq, yoxsa olmayacaq? Məncə tərkə hər yerdə müştəri Amma tapar. sual başqa olmalıdır axı. Sırf tərxeyli Instagramla necə əlaqələnir? Məsələn, bir də yanlış anlamada, zala oturan trener var, oturmayan. Zalın treneri odur ki, müştəri zala girəndə götürür. Məsələn, zala girdisə oradan götürür. Zalda tapılmır trener və sadəcə zənglə gedib məşq keçirsə, bu Instagram yox, sosial şəbəkə adlandıra bilərik. Yəni toplu. Və onu götürməyin tərxeyli əlaqəsi yoxdur axı. Amma tərxeyli eləyənlərimiz var. O zalda işləyən də eləyir, sosial şəbəkə eləyir. Hal-hazırda Azərbaycan bazarında bildiyimiz kimi sponsorluq təklifləri çox aşağıdır. Və demək olar ki, heç yox dərəcəsindədir. Sponsorluqda çatışmayan cəhətlər nədir? Sizcə Azərbaycan bazarında niyə belə boşluqlar var? Və bu boşluqları doldurmaq üçün nələr etmək lazımdır? İnşallah bizdə də olacaq. Yaxşı sualdır. Birinci problem nədir? Şəxsən mənim 3 ildir müqavilə bağladığım bir Amerikan brendi var, Apollon brendi. Onlar belə birbaşa Azərbaycana satılmayı da bilmirlər. Problem birinci bunlar yaradır. Hər səfər aylıq mənim paketim var, müqaviləm var. Reklam qarşılığında biz işləyirik. Onların sadəcə brendinin satışını çoxaldıram. Hər ay mənə filan məbləğdə bir supplement paketi göndərilir və onu göndərməkdə belə problem çəkirik. Fərqli kargolardan gətiririk. Çünki birbaşa Azərbaycana çatdırılma yoxdur salatın. Birinci problem budur. Çünki xarici şirkətlər elə idmançılarla çalışır ki, harda ki fitness sahəsi və fitness bazarı çox yaxşı inkişaf edib. Bizdə də insanlar çoxsu belə 5%, 10% məndə zallarda yaxşı geyinməyə, idman qıllarına pul xərcləyən insanlardır. Adi bir brend olsa belə, mən onu reklam eləsəm, bizim insanlar çox nadir hallarda onu gedib xaricdən sifariş verəcəklər. Çünki yaxında... O sənin sponsorluğunu da biraz təhlükə altına salır da, ala bilməməyi, gətirilib çatdıra bilməməyi. Təbii ki, hə. Yəni, artmaq yerinə mənim sponsorlarım bizdə belə deyək, dostluq münasibətimiz olduğu üçün o daha çox birinci növbədə rol oynayır. Birinci sayəsi problem budur. Amma niyə həqiqətən fikir vermişəm, bizdə gör artıq neçə ildir, 2017-dən bilirəmsə, sırf mən, sən də onu bilirsən. Oradan bura artıq 9 ildir keçibdir. Hər şey irəliyib, fitness də irəliyibdir, hər şey irəliyib. Amma idman brendlərin əvvəl heç olmasa birazca sponsorluq şeyləri var idi, paketləri var idi bir təklif formasında, yarışa çıxanlar üçün. Amma xaricdəki levela qalxmadı. Bodybuilderlərimiz qalxdı o levela. Bizim sponsorluq texnikamız o levela qalxmadı. Yəni bizdə o cür markalar, zavodlar çıxarılsın artıq. Bir də MyProtein var idi bir dönəm, sırf brend olaraq satılırdı. Ondan sonra o da yoxdur. Bütün brendlər qarışıq olaraq gəlir. Bilirsən bu sualı necə cavab verməli sadın? Çünki o həmən sponsorlar, investorlar idmançıya investisiya kimi baxmır. Yəni bir brend sahibi, irəliləmədi bu sahə. Bir brend sahibi sadəcə öz belə deyək, cibli düşünür. Xaricdə isə idmançılara, yaxşı blogerlərə, fitness blogerlərə investisiya kimi baxırlar. Sən buna filan qədər məbləğ ayırırsan, o sənin brendini reklam edir. Bizdə isə sponsorlar, mən gördüyümü deyirəm, yəni təcrübəm budur. İdmançılara, yəni irəliləyən insanlara investisiya kimi baxmırlar. Sadəcə kommersiya məqsədindən öz işlərini düşünürlər. Amma xaricdə fitness blogerlər baxırlar, məsələn, filan idmançı daha tez inkişaf edir. Mən bundan tez müqavilə bağlayayım. Orada sponsorlar rəqabət aparır. Orada kultura var, belə bir kultura var ki, belə bir şey idmançılara
tez yatırım edirlər dediyi kimi, biraz İnvestisiya. qalxdı, sıraz investisiya edirlər. Vəbşə bu çox yayğındır. Bizdə yoxdur. Bizdə Xaricdə trener necədir? çoxdur, idman Bir qidası idmançı yoxdur. olur, fitness bloger və bütün brendlər onun belə deyək, tez müqavilə bağlamaq üçün mübarizə aparır. Və kim tez mübarizə apardı, qalib gəldi, müqaviləsini bağladı, həmin brend isə daha tez inkişaf edəcək. Çünki həmin idmançı investisiya kimi baxırlar və öz brendlərini inkişaf elətdirirlər. İdmançının özünə də o motivasiyadır. Mən orada travma. Mən Bu videodan sonra sponsorlar gözləyirik. Bəlkə də ona görə yarışı buraxdım ya. Sən aldın orada sponsoru. Yox, mən 3 il əvvəl Amerikan brendi. Sən də qırıldı ki xəyalların. Yox, məndə elə bir xəyal da olmayıb heç vaxt. Çünki bir böyük bir brendlə müqavilə bağlamaq üçün elə bir inanılmaz idmançı, atlet, fitness industriyada bir sözün demiş adam olmalısan ki, sənlə müqavilə bağlasın. Hələ ki ona doğru gedirəm. Ona doğru gedirsən. Mən oradayam. Çok mütevazıyım. Hiç beğenme diye bir şey yok. Спасибо, что присутствовал. Növbəti çəkilişlərdə bir də gözləyirəm. Sidərət.